Balakən rayonunda, yəni Qazmə kəndində, yol kənarında ev və qarşısında obyekt etmək üçün sahələri yerləşən ev satışa çıxarılır. Sol tərəfdə məktəbdir. Qazmə kəndinin Qoşulu Qulağın yolun üzərində yerləşir. Tam yol kənarında gördüyünüz kimi bu hissə, yəni obyekt üçün əlverişli yerdə yerləşir. Yolun kənarıdır. Gördüyünüz kimi 3 mərtəbəli evdir. 2 dənə açıq balkonu var. Yan tərəfdən görünüşü. Ön tərəfində magistral yoldur. Yol tərəfdən onu qeyd etmişəm. Bu hissədə, yəni obyekt üçün əlverişli yerdə yerləşir. Tam Qulağın yolun kənarıdır. Yonma kubik daşların istifadə olunmuşdur. Sol tərəfdə yenə belə bir navəsidir, su özəsidir. Su özəsinin arxa tərəfində belə bir kubik daşdan tikilmiş yardımcı otağıdır. Evin arxa tərəfi, yəni qeyd etdiyim kimi yeni tikilmiş evdir. Mərtəbə arası beton monolitdir. Cüt daş kubikdən tikilmişdir. Orta barlarda, yəni gördüyünüz kimi cüt daş kubikdən tikilibdir. Ev çox möhkəm şəkildə tikilmiş bir evdir. Birinci mərtəbəsində 2 dənə belə bir otaqdır. Baş tərəfdəki otaq hamam və ayaq yolu kimi nəzərdə tutulmuşdur. Betondan pləşənlər tökülüb. Pəncərələri keyfiyyətli plastikdandır. Yəni tütaynadır. Yenə mərtəbə arası, ikinci və üçüncü mərtəbə arası beton monolitdir. İkinci mərtəbənin bu hissəsində hamam ayaq yolu kimi nəzərdə tutulmuşdur. Möhkəm şəkildə tikilmiş bir evdir. İkinci mərtəbəsi 6 otaqdan ibarətdir. Açıq balkona çıxışı. Keyfiyyətli dəmirdən yığılmışdır. Gördüyünüz beşoktalar. Sütunlar yenə yonma kubikdir. Tam Qulağın yolun kənarıdır. Bir daha qeyd edirəm, obyekt tikmək üçün əlverişli yerdə yerləşir. Torpaq sahəsi 12 sotdur. Üst sotunda gördüyümüz bu yeni ev tikilmişdir. Bir də qarşısında 11 sota yaxın torpaq sahəsi var. Uğla boyda yerləşir. Keyfiyyətli plastik materiallarından istifadə olunubdur, gördüyünüz kimi.
Gördüğümüz evi, yani obyekt kimdə saçsaç qalan evi obyekt kimdə nəzərdə tuta bilərsiniz. Yani 3-cü mərtəbəsi də gördüğünüz kimi betondan pləkanlar tökülmüşdür. Tam 3 mərtəbəlidir. Yani 3-cü mərtəbəsində bir dənə ayaq yolusu ön tərəfdə gördüğümüz ayaq yoludur.